Hər kəsə salam. Bugün yeni vlog çəkirəm və vloga makiyajla başlayıram. Fikirləşdim ki, makiyajı da biraz sizə göstəreyim. Bizim bugünkü planlarımız, bacılarımla fikirləşdik ki, çoxdandır kinoya getmədik. Bugün fikirləşdik ki, kinoya gedək. Təzə film çıxıb ora gedirik. Filmin adı isə Odisseydir. Burada artıq tonal krem, konturing və ənlik çəkmişəm. Həmişəki kimi yüngül və sürətli bir makiyaj eləmək istirdi, amma həmişəki kimi çox alındı. Amma eybi yox. Belə də qəşəngdir. Çıxmazdan əvvəl geyimlərimizi göstərmək istəyirəm. Rəy bölməsində yazın mütləq hansınızın tərzi daha çox xoşunuza gəldi. Biz çıxdıq evdən. Gedirik metroya. Albina bizi yəqin gözləyir orada. Gedirik baxmağa. Saat əslində 7:30-dır, biz gecikmişik. Nəhayət ki, içəri şəhər gəlib çıxdıq. İndi isə 20 dəqiqəlik yolumuz var. Dəniz mola gedirik. Və gec çıxmağımıza baxmayaraq heç də gecikmirik. Hələ də vaxtımız var. Piyada gedərkən dedim sizə də biraz buraları göstərim. Çox yaxşı hava var idi. Yaxşı ki, bugün çıxdıq. Çünki sonraki günlərdə çox pis külək var idi. Ona görə vaxtında çıxdıq. Nəhayət mola çatdıq və kinoteatrın yerləşdiyi mərtəbəyə qalxdıq. Dedik ki, əvvəl biletləri seçək, çünki yerlər çox tez bitir. Biz 20-10-a götürdük biletləri. Demək olar ki, yerlər hamısı dolu idi. Biz qıraqdan götürdük, olan o idi. Amma yenə də yaxşı yer oldu. Seansdan əvvəl yemək üçün McDonald's-a getdik. Hər birimiz bir kombo menü seçdik. Mən toyuqlu götürdüm, bacım da toyuqlu, Albina isə ətli menü seçdi. Sifarişi gözləyərkən dedik ki, gedək mağazalara gəzək. Rossmana girdik, Miniso'ya girdik. Burada çoxlu yumşaq oyuncaqlar var idi. Həm böyük razmerdə, həm balaca, hər zövqə uyğun oyuncaq tapmaq olar. Məsələn, burada paketlərdə qırmızı paket görürsünüz, onlarda yığılmış hədiyyələrdir. Məsələn, kiminsə ad günüsünə gedirsinizsə, bunu almaq olar, sürpriz kimi hədiyyə eləmək olar. Bilmirəm bu oyuncağın adı nədir, amma Stitch'i bilirəm. Qiyməti də 120 manat idi. Çox da böyük değildi. Orta razmerdə idi. Bu isə ördək 370 manat idi. Bəli, məncə çox bahadır. Sonra keçdik başqa oddelə. Hər şey həddindən artıq estetik və gözəl yığılıb. Orada ən müxtəlif formada çubuqlar var idi. Hətta belə formaların olduğunu belə bilmirdim. Amma əlbəttə ki, bu lazımsız şeylərdir, çünki bu marketinqdir. Bura daxil olan hər bir uşaq, oğlan, qız nəsə almaq istəyəcək mütləq. Biznes üçün məncə əla satış üsuludur. Burada isə keçdik qablar olan tərəfə. Biz üçümüz də çox sevirik çaşkalar, müxtəlif formada, müxtəlif rənglərdə. Burada Albina da Nuriş deyir ki, siz bilirsiniz mənə ad günü nə hədiyyə eləmək olar və göstərirlər bu çaşkaları. Heç fikirləşmək lazım deyil, nə almaq olar bunlara ad günüsünə. Bunlar seçdilər. Həmçinin orada bıçaqlar, çəngəllər və qaşıqlar da var idi. Çəngələr o qədər də xoşuma gəlmədi. Nədənsə qeyri-estetik görünürdülər, amma qaşıqlar çox xoşuma gəldi. Əlbəttə ki, kosmetik olan tərəfə də getdik. Çox xoşumuza gəldi. Bütün kosmetikalar çox tutumludur və rahatdır. Həm qiyməti də uyğundur. Müxtəlif formada var idi, müxtəlif rənglərdə var idi. Razmer. Məncə çox qəşəngdir hamısı. Подожди, наверное. Понюхай. Ментос. С Какой этим. ментос? Да, ментос с апельсином. Слащавый запах. Ужас.
Мне кажется, надо пойти заказать и прийти. Это хорошо. Это пахнет как какие-то духи. О, это мылом пахнет. Что нужно? Не, это мыло куда больше. Это mılım pəxlit. Və əlbəttə ki, Rossmanna girdik. Mənim ən sevimli kosmetik mağazamdır. Bu şimeri artıq çoxlu blogerlərdə görmüşəm, amma hələ ki məndə yoxdur. Kim istifadə edibsə, şərlərdə yazın necədir, bəyənirsinizmi? Sonra yenə şamlar şöbəsinə keçdik ki, görək hardakılar daha yaxşıdır və tam əminliklə deyə bilərəm ki, Rossmandakı şamlar Minnesotadakılara nisbətən qat-qat gözəl qoxuları var. 6. Baxın, burada Rossmanda slipper 9 manatdır, amma mən 6 manata alıram. Ой, фу. Понюхаю? Бурбон vanil. Это понюхаю. Я такой хочу. No drama please. А вот это не... Mənə belə çaşka lazımdır. Çok qəşəng dəstlər var burada. Biraz da gəzdik və saç kremlərinə və müxtəlif qulluq vasitələrinə də baxdıq. Və klassika pomada stendlərinin yanından keçib hər şey test etməyə başladıq. Demək olar ki, bir 20 dəqiqə biz o pomadaları seçirdik. Biz pomadalar seçərkən sifarişimiz də hazır oldu. Tez gedib onu da götürdük və getdik filmə baxmağa. Və Albina dedi ki, gəlin baxaq, bəlkə nəsə yadından çıxıb, çünki sıra çox idi, adam çox idi və Albina yaxşı ki baxdı. Bizə souslar qoymamışdı 2 dənə, getdik onları da götürdük və keçdik filmə baxmağa. Bu artıq sabahsı gündür. İlk işim gözlərimi bir təhər açmaq üçün özümə tünd kofe dəmlədim və 2 dənə yumurta qızartdım səhər yemək üçün. Və bugünkü planlarım çoxdur. Yeməkdən sonra fikirləşirəm biraz evləri yığışdırım və biraz videolar çəkim. Evi yığışdırarkən dedim sizə bir hekayəni danışım. Bu günlərdə kurslarda kimya və biologiya müəllim vakansiya ilə qarşılandım. Soruşdum ki, vakansiya aktivdir ya yox və dedilər bəli aktivdir və öz şərtlərini göndərdilər. Birincisi dərs formatları. Onlar 8, 6, 3 nəfərlik qruplar və fərdi dərslər götürürlər. Özü də 8 nəfərlik qrupda həftədə 2 dəfə olmaqla 1 saatlıq kimya və ya biologiya dərsi mən düşündüm ki, bu sadəcə qeyri-mümkündür. Uşaqlar onlayn formatda onsuz da hər şeyə görə çox yayınırlar. Müəllim onları toplayana qədər, hər birinin diqqətini cəlb edənə qədər artıq 1 saat keçəcək. Və burada sual çıxır ki, necə onlara dərs vermək olar 1 saatın içində? Və ən maraqlısı onların cərimə sistemidir. Və məsələn, əgər valideyn tədrisin keyfiyyətindən narazıdırsa və hesab edir ki, həftədə 2 dəfə olan bu yazıq 1 saat ərzində uşaq heç nə öyrənməyib, cəriməni kimə yazırlar düşünürsünüz? Bəli, müəllimə. Özü də cərimənin məbləği çox böyükdür. Bu birinci qayda idi. İkinci qayda. Əgər valideyn ödəniş çekini ümumi qrupa deyil, təsadüfən birbaşa müəllimə göndərirsə, buna görə də çox böyük cərimə edirlər.
Qısası, elə bil ki, bu kurslar yalnız müəllimləri cərimələməklə pul qazanır. Daim demişkən, qədimdə qullar bu kurslardakı müəllimlərdən daha normal şəraitdə işləyirdilər. Qul kimi işləmək bundan qat-qat asandır. Və qısası, bütün bunlardan sonra mən sadəcə onlara cavab verməyə dayandırdım. Çünki belə ağır şərtlərdə işləmək qeyri-mümkündür. Ən gülməli isə odur ki, hətta əgər bir anda bu kurslardan çıxmaq istəsən, sənə icazə verməyəcəklər. Çünki müqavilədə birbaşa bir illiyə bağlandı. Və dərhal aydın olur ki, onlara bu bir illik müddət əslində nə üçün lazımdır? Heç də sabitlik üçün yox. Sadəcə ona görə ki, müəllim qalsın, heç yerə qaça bilməsin və hər xırda şeyə görə onlara cərimə ödəsin. Və qısası, buradan çıxan tək bir nəticə var. Əsəblərinizi qoruyun və belə bir möcüzə kurslardan uzaq durun. Və siz necə düşünürsünüz? İşdə və ya oxuduğunuz yerdə belə absurd hallarla qarşılaşmısınızmı? Şərlərdə mütləq bölüşün. Və mən bununla bu videonu qurtarıram. Ümid edirəm ki, bu video sizin xoşunuza gəldi. Mütləq rəy bölməsində yazın, like qoyun və abunə olmağı unutmayın. Sağ olun.